Əziz məni dinləyənlər, Allah Teala hər birinizə can sağlığı versin, Allah heç birinizə ağır müsibət göstərməsin. Uzun xəstəlikdən sonra iyul ayının 16-sı mənim ömürgün yoldaşım, həyat yoldaşım vəfat elədi. Uzun sürən xəstəlikdən sonra böyük faciə, böyük bədbəxtçilik üz verdi mənə. Mən də bu vəfat eləyəni haqq oyuna məzaristana aparmaq lazımdır. Elin adəti ilə, Quranla, kitabla götürdük dəfn etməyə. Cənazə qəbrəstanlığa dönəndə mən ayıldım, elə bil yatmışdım ki, bu axırıncı ayrılıqdır, bu gedişat dala qayıdış yoxdur. Əziz insanlar, bu ağır itküz verdi mənə. Mənim ayrı bir çarəm, ayrı bir çıxış yolum olmadı. Belə bir şeir yazdım, hara gedirsən? Mən sənin dərdinə çarə tapmadım. Ürəyimin parası hara gedirsən? Elə kövrəlmişəm, körpə uşaq tək, gözümün qarası hara gedirsən? Viranə evimin sənidir işığı, hər bəri bəzəyi, hər yaraşığı. Nədən belə zəlil qoydun aşığı, ömrümün mənası hara gedirsən? Sənsiz zindandayam, sənsiz dardayam. Çovğundayam, yağışdayam, qardayam. Özüm də bilmirəm hələ hardayam. Ayağıl dəryası hara gedirsən? Bura çox qaranlıq, soyuq məzardır. Gedək evimizə bu otaqdardır. Həqiqət adında bir mələk vardı, sonalar sonası hara gedirsən? Yaranandan gözün könlün tox oldu. Xəstəliyin ürəyimə ox oldu. Bu zərgərin həqiqəti yox oldu. Aqeyrət dünyası hara gedirsən? Şeiri dedim, əl-əldən üzüldü. Geriyə yol yoxdur. Səbr edə bilmirəm. Allah Teala bu müsibəti heç kimin başına gətirməsin vaxtsız. Məni dinləyənlərə, mənim dərdimə şərik olanlara Allah Teala can sağlığı versin. Məni dinləyənlər, hər birinizi öpürəm, hər birinizin qadasını alım. Allah sizləri var eləsin.